Vətən müharibəsi qazisi Samir Rzayev yol nəqliyyat hadisəsi zamanı həlak olub. Hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan Vaz 2114 markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb. Digər yaralı 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir. Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib. Qeyd eləyək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Bank kartı istifadəçilərinə şübhəli zənglər eləyən, mesajlar yazan şəxslər bankların adından hərəkət eləyirlər. Xarici nömrə ilə əvvəlcədən hazırlanan ssenarilərə əsasən cinayətkarlar vaxtın olmaması üçün tələsik kritik suallar verib təşviş, həyəcan yaradırlar. Hesabda itki riski yaranıb, kartınıza müdaxilə var. Bu barədə Daxili İşlər Nazirliyinin əhaliyə müraciətində bildirilib. Qeyd edilib ki, əsasən özünü bank əməkdaşı kimi təqdim edilmə hallarında bank kart sahibi heç bir halda şəxsi məlumatları naməlum şəxsə verməməlidir. Bank kart sahibi bilməlidir ki, bank kartının üzərində olan 16 rəqəmi, CVV nömrəsi, bankın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodu istənilirsə dələduzluqdur. Onlar cinayətkar niyyətlərini xaricdən həyata keçirməklə uğurlanan pulu saxta ofşor hesablara köçürüb izi itirəcəklər. Bir daha diqqətə çatdırırıq ki, bu və ya digər hallarla bağlı vətəndaşlar özünü bank əməkdaşı kimi təqdim eləyərək zəng eləyən, sosial media üzərindən mesajlar göndərən naməlum şəxslərlə danışıq aparmamalıdır, bank kartı məlumatlarını verməməlidir. Əgər həmin zəngi, mesajı yoxlamaq istəyirsinizsə, ona cavab olaraq deyil, kartdakı nömrədən istifadə edərək banka zəng eləyin. Unutmayın ki, sizin kart məlumatlarınız kartınızın mənsub olduğu bankda var və bank işçisi heç bir halda bu məlumatları soruşmur.